xüsusi buraxılışdayıq Şuşanın bu möhtəşəm fonunda. Mən əslində bugün sizə rekeçilikdən, efir yayım dələduzlarından, media, pressa yazılmış geyimlərin arxasında min oyundan çıxan şarlatanlardan, dırnaqarası yazarlardan, görüntülü zənglə efirə çıxaraq özünü televiziya sayanlardan, tək adamlıq kameradan, əlindəki telefondan ölkəyə azadlıq və zariyyəti oxuyan anti-əxlaqlardan bəhs eləməliydim. Görürsünüz, heç bir halda media adamları, jurnalistlər demirəm, şarlatan yazarlar, dələduz göstərənlər, reket yayımçılar kimi sözlərdən istifadə edirəm. Çünki belələrinin mediaya, mətbuata dəxli yoxdur. Mövzu əlbəttə toxunacaq. Məsələn, özünü jurnalist, media işçisi adlandıran bu qadını əvvəl belə yada saxlayaq. Pərvin Abışov adlı birisi. Mən Pərvin Abışova. Bəs burada daha nə deyir Pərvin Abışova deyilən? Mən tamaşaçılardan üzr istəyirəm. Səbəbini görəcəksiniz. Ağzı yava qadının üz çənə nahiyəsinin bəzi yerlərini bilərəkdən gizləyəcəyik ki, xüsusi səslər kəsiləndən sonra onun hansı sözlərdən istifadə etdiyini dodaqlarının tərpənişindən də başa düşməyəsiniz. Sənin doğanlığın, sənin atoğun, sənin imanın oğlanlarım. Bax, özü də bilsən necə. Başa düşdün, bax, sənin əqidə, sənin inancı var, sənin namazı var, sənin orucu var. Diqqət. Belə, özünü media nümayəndəsi təkkələmə verən bu qadını başqa hadisələrin mərkəzində də görə bilirik. Məsələn, küçədə bir neçə nəfərlə birlikdə hansısa qadını döyürlər. Stop. Baxın, odur Pərvin deyilən. Öz həməqidəsini, eyni yolun yolcusunu, ifadə adlı bir başqa qadının hərəkətlərini, daha doğrusu, əlbəyaxa döyüşünü, söyüşünü qeyd alır. Və indi başqa kadrlara baxaq. O kadrlarda Pərvin Abışova deyilən öz aləmində qazilərin, müharibə iştirakçılarının problemləri ilə məşğul olduğunu imitasiya edir. Sorğu suala çəkir, cavab istəyir. Burada elə bir şəxs varmı ki, açıqlama versin məsələ ilə bağlı? Yəni, mediaya. Pərvin deyilən tək deyil. Onların sıralarında bir xeyli ad var. Onlar cəmiyyətin ən müxtəlif təbəqələrini təhdid və təzyiq altında saxlayır. Belələrini tənqid edənlərin üzərinə mütəşəkkil dəstək kimi şığıyır, təhqir və linç hədəfinə çevirirlər. İstəklərinə müəyyən mənada çatırlar da. Bəziləri öz muxtar abır-həya divarına qısılıb qalır, bir başqaları cəhənnəmə ki deyə boş verir, bəzi əmkarlarımız isə sadəcə geri çəkilirlər. Amma olmaz belə eləmək, olmaz. Olmaz onların iyrəncilikləri qarşısında susmaq, sona dək gedəcək, onlara öz yerlərini göstərəcəyik. Başqalarını bilmirəm, hər kəsi öz vicdanın ixtiyarına buraxıram, amma mən bu davanı qəbul edirəm. Beləliklə, bu mövzuda biz mütləq danışacağıq. Sadəcə bir neçə gün gözləyin. Üzərində işləyirik.